Deməli, dovşanlar xəstələndi. Dəhşət arıqladılar. Bilmədim nə məsələdir. Biri öldü. Bu da çox arıqlamışdı, dəhşət arıqlamışdı. İndi maşallah düzəlib. Neylədim? Nar verdim. İstədim dəmliyim, suyunu verim. Dedim bir yarım qabağına qoyum. Nəsə bir neçə gün qoydum, bu belə yedi. İndi maşallah düzəlib özünə gəlib. Əməli başı qarnı girmişdi içəri. İndi yaxşıdır, şükür Allaha. İndi düşünürəm ki, yəqin ki, nar təsir elədi. Qəşəcənə yedi. İndi bu maşallah yaxşıdır. Çox zəifləmişdi, yemək də yemirdi. İndi şükür dirilib. Nədir? Quzu, ye yenə, narı ye, verəcəm yenə. İçini ye. Belə, dedim sizlə paylaşım. Bəlkə kimin üçünsə faydalı olar.